Salam, mən Murad, həvəskar şahmatçıyam. Bugün şahmat dərsimizin 30-cu dərsidir. Onu qeyd etmək istəyirəm ki, onlayn şahmat dərsləri keçirilir. Rus və Azərbaycan dillərində aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Deməli, bu günlərim qararlara tətbiq olunan bir tələni sizə göstərəcəm. Deməli, bu tələdə qararlar fransız müdafiəsi oynayır və fransız müdafiəsinə ağlar nə cür tələ tətbiq edə bilər, onu göstərəcəm. Deməli, burada gedişlərimiz E4, fransız müdafiəsi deyə qararlar oynayır. E6, D4, D5, at C3, D, at vurur Y4 və burada qararlar oynayır. F6 ki, biz atları dəyişib, qararlarda vəzirlə F6-nı vursunlar və oradan qararlarda daha yaxşı bir pozisiya olur. Amma bu qambit olduğu üçün biz burada hücuma keçirik və fiqurumuzu qurban veririk H6 gedişindən sonra. H6 gedişi ilə burada deməli G5-dəki at qararlara bir qədər çətinlik yaradır inkişafda. Ona görə çalışırlar ki, o atı oradan qovsunlar. Amma bu qambit olduğu üçün adı üstündə biz vururuq deməli F7-dəki piyadanı. Vurduqdan sonra qaralar əlbəttə ki götürür. Biz burada öz inkişafımızı davam elətdiririk, yüngül fiqurlarımızı inkişaf elətdiririk, oynayırıq at F3. Ondan sonra qaralar oynayır D6 fillərini inkişaf elətdirirlər. Deməli, fil D3 gedişindən sonra qaralar oynayır top F8. Ola bilər E8 olsun, yəni fərqi yoxdur. Burada əsas məqsəd odur ki, biz birbaşa gediş etdikdən sonra qara şah, F7 olan şah G8-ə getsin və o şah orada təhlükəsiz olsun. Amma biz buna imkan vermirik və deməli biz oynayırıq at E5. At E5 oynadıqdan sonra burada şahın biz üstünə hücum edirik. Burada qaralar E5-dəki fili vurur. Vurduqdan sonra biz D-yə götürürük və F6-dakı ata hücum edirik. Qaraların F6-dakı atına hücum edirik və onlar da məcbur olur bu atı qaçırsınlar. Fərqi yoxdur, istər D5 olsun, istər D7 olsun. Atı qaçırtdıqdan sonra biz burada deməli oynayırıq vəzir H5. Hücum edirik vəzirin üstünə, daha doğrusu şahın üstünə. Burada deməli bir neçə gediş var. Burada ilk şahmatçıya elə gəlir ki, G8 gedişi ən yaxşıdır. Yəni burada şah artıq müdafiədədir, suni qala qoruma qurub. Yəni burada elə bilir ki, vəziyyət daha yaxşıdır. Amma burada bir məsələ var ki, bizdə D3-də və C1-də güclü fillərimiz var. Və C1-dəki filimizi biz qurban veririk bir daha H6-dakı piyadanı götürürük. Əgər burada qaralar götürsə H6-dakı fili, biz buradakı gedişi artıq mat edirik. Yox, əgər qaralar görsə ki, biz H6-nı vurduqdan sonra burada mat qoyuruq. Çalışacaqlar ki, G7 piyadasını qorusunlar. Ümumiyyətcə, matdan çalışacaqlar ki, qorunsunlar. Ona görə oynaya bilərlər. Misal üçün, vəzir E7. Amma bu yenə də onları qurtarmır. Çünki biz burada artıq mat ideyalarına yaxınlaşırıq. Yəni, H7-dən orada hardasa biz mat etmək istəyirik. Yəni, ona görə burada qaraların vəziyyəti yenə də pis olur. Deməli, vəzir E7 gedişinə burada yenə də vəzir E7 gedişindən qaralar heç bir şey qurtara bilmirlər. Çünki biz burada fil G5 oynayırıq. Fil G5 gedişindən sonra burada qaralar oynaya bilmirlər F7. Çünki biz buradan H7-dən mat edirik. Uzaq başı oynasalar E8 ki, belə fiqurlarını dəyişməyi təklif eləsin, yəni vəzirlərini dəyişməyini təklif eləsin. Burada yenə də bu da səhv gedişdir. Çünki burada artıq 2 gediş mat olur. Vəzir H7, şah F7 və fil G6 və burada belə gözəl bir fillə mat olur. Yəni fransız müdafiəsinə qarşı belə oynaya bilərsiniz. Çünki şah G8 gedişi həqiqətən gözə çarpmayan bir gedişdir. Yəni rəqib çox yüksək səviyyədə debutları bilməlidir ki, G8 gedişi burada səhvdir. Burada əslində düz gediş qaralarla E7-dir. Çünki burada E7 oynayıb hardasa qaralar öz şahını qoruya bilərlər. Amma bu tələyə minlərlə şahmatçı düşür. G8 oynayıb bu tələyə düşürlər. Yəni istifadə edə bilərsiniz
bu tələni qaralara qarşı. Bu dərslik bu qədər. Gələn dərslər görüşənədək.